Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev yeni bir əmr imzalayıb. Əmrə əsasən ölkəmizdə immunlaşdırma həftəsi keçiriləcək. Hansı tarixlərdə və hansı immunizasiyaya daha çox üstünlük veriləcək, bu barədə xəbərdə biləcəksiniz. Ölkəmizdə immunlaşdırma həftəsi keçiriləcək. Azərbaycanın Səhiyyə Naziri Teymur Musayev 27 aprel 3 may tarixlərində Respublikanın bütün şəhər və rayonlarında immunlaşdırma həftəsinin keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən immunlaşdırma həftəsinin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Sənədə əsasən Azərbaycanın bütün şəhər və rayonlarında təşkilati hüquq formasından asılı olmayaraq ambulator poliklinik xidmət göstərən bütün tibb və idarə müəssisələrinin rəhbərlərinə immunlaşdırma həftəsinin keçirilməsi tapşırılıb. Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların immunlaşdırma həftəsi ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub. Tibb sahəsində olan ictimai birliklər və eyni zamanda özəl tibb müəssisələrinin rəhbərləri bir araya toplandılar və onlar ölkəmizdəki səhiyyənin inkişafına dəstək olmaq istədilər. Təmənnasız dəstəyin hansı əsas məqsədləri var və bu görüşdə nələr müzakirə edilib bilmək istəyirsinizsə, diqqətlə növbət xəbər izləyin. Səhiyyə keyfiyyətinin idarə edilməsi standartlarının tətbiqinə dəstək veriləcək. Özəl tibb müəssisələri Assosiasiyası, Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə əməkdaşlıqda Bakı KOP evinin dəstəyi ilə səhiyyə təşkilatının idarə edilməsi, səhiyyə təşkilatlarında keyfiyyəti idarə etmə sistemləri, tələblər beynəlxalq standartlarının tətbiqi və sertifikatlaşdırılması üçün Avropa Yenidən Qurma və İnkişaf Bankı tərəfindən təmənnasız maliyyə dəstəyinin göstərilməsi proqramının təqdimatını keçirib. Tədbirdə özəl tibb müəssisələri Assosiasiyanın üzvü olan tibb müəssisələri, səhiyyə menecmenti və tibb hüququ üzrə ixtisaslaşmış hüquq şirkətlərinin rəhbərləri, Avropa Yenidən Qurma İnkişafı Bankının nümayəndələri iştirak ediblər. Assosiasiyanın sədri Günel Əliyeva səhiyyə sisteminin inkişafının əsas istiqamətlərindən biri kimi tibb müəssisələrində keyfiyyət standartlarının tətbiqinin əhəmiyyətindən söz açıb. O bildirib ki, bu standartların tətbiqi pasiyent məmnuniyyətini, tibbi xidmətin təhlükəsizliyi, işçilərin professional inkişafı, resurslardan səmərəli istifadəyə nail olmağa kömək edir. Sədr beynəlxalq əməkdaşlığa marağın artırılması və investisiya cəlbediciliyinin gücləndirilməsində keyfiyyət standartlarının tətbiqinin vacibliyini xüsusi vurğulayıb. Görüşdə inkişaf edən özəl tibb müəssisələrinin rəhbərləri bu istiqamətdə həyata keçirilən layihələr haqqında təcrübələrini bölüşüb. Toplantı iştirakçıları eyni zamanda Assosiasiyanın 2025-ci il üçün fəaliyyət planının icrasını müzakirə edib. Fəaliyyət planı özəl tibb müəssisələrinin personalının bilik və bacarıqlarının artırılması, sağlam rəqabət mühitinin yaradılması, icbari tibbi sığorta sisteminin inkişafına, əhalinin maarifləndirilməsi, əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini əhatə edir. Təbibin dəstəyi ilə ölkəmizdə tibb bacıları və xəstəyə qulluq edən nümayəndələr üçün xüsusi təlimlər keçirilib. Detalları bilmək üçün birlikdə baxaq. Təbib və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan Falk Beratung və Sana Hospital Group arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada tibbi personal üçün təlimlərə start verilib. Məlumatı təbib yayıb. İlk təlim mərhələsində xəstələrə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi modulu üzrə sessiyalar baş tutub. 12 həkim və 6 tibb bacısının cəlb olunduğu təlimdə Almaniyadan gəlmiş yüksək ixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər təqdim olunub. Qeyd edək ki, təlimlər öncə təbibin təlim və tədqiqatlar departamentinin tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin əməkdaşları və Sana klinikasının ekspertlərinin iştirakı ilə Yeni Klinikada şöbələrə baxış keçirilib. Həmçinin onlar personalın iş rejimi ilə tanış olub və əməkdaşların təlim ehtiyaclarını ödənib və əməkdaşların təlim ehtiyaclarını öyrənib. Bu ehtiyaclar əsasında müvafiq təlim modulları və metodikası hazırlanıb. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi yeni bir məlumat yayıb. Məhz bu agentliyin hesabına ölkəmizdə 50 mindən çox insan müayinələrdən keçib. Hansı müayinələrdən keçib bilmək istəyirsinizsə, xəbər izləyin.
Ölkədə 50 mindən çox angioqrafiya müayinəsi aparılıb. Damar xəstəliklərinin kontrastlı rentgenoloji müayinə üsulu olan angioqrafiya icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində qarşılanır. Başın, ətrafların, ürəyin və digər orqan nahiyələrinin damarlarının angioqrafiyası damar patologiyasının diaqnostikasında bütün mövcud üsullar arasında ən etibarlı və dəqiqidir. İnvaziv müayinə üsulu olan angioqrafiyanın köməyi ilə qan damarlarında stenoz tıxanma, anevrizmalar, anadan gəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji hallar aşkar etmək mümkündür. 2024-cü ildə icbari tibbi sığorta hesabına 50.806 angioqrafiya müayinəsi aparılıb. Adətən angioqrafiya müayinəsindən 8-12 saat sonra pasiyent evə buraxılır. Angioqrafiya zamanı invaziv müdaxilə, onu müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, dərman və tibbi sərf istifadə edilən kontrast maddə icbari tibbi sığorta təminatına daxildir. Angioqrafiyanı dövlət xəstəxanalarında və icbari tibbi sığorta ilə əməkdaşlıq edən tibb müəssisələrində etdirmək olar. Dünyada ilk dəfə olaraq süni intellekt vasitəsilə insan əli dəymədən dünyaya oğlan uşağı gəlib. Təfərrüatları süjetdə biləcəksiniz. İnsan əli olmadan körpə doğulub. Meksikada ilk dəfə süni intellektin tam şəkildə yerinə yetirdiyi intrasitoplazmatik kişi cinsi hüceyrələrinin inyeksiyası proseduru ilə uşaq dünyaya gəlib. Bu, dünyada ilk hadisədir ki, spermanın yumurtaya yeridilməsi prosesində insan əli yoxdur. Bu layihə üzərində Amerika Birləşmiş Ştatları və Meksikanın alimləri çalışıb. Onların hazırladığı sistem prosedurun 23 mərhələsini avtomatlaşdırıb, eyni zamanda kişi cinsi hüceyrələrinin yumurtaya yeridilməsi kimi incə və dəqiq prosedurları da süni intellekt edib. Spermanın seçilməsindən tutmuş mikroinyeksiyalara qədər bütün proses lazerlərin nəzarəti altında aparılıb. Eksperiment Meksikadakı Hope süni mayalanma klinikasında aparılıb və iştirakçı 40 yaşlı əvvəlki süni mayalanma cəhdi uğursuz olan pasiyentdir. Hazırda xəstənin tamamilə sağlam oğlan uşağı dünyaya gəlib. Son zamanlar xüsusilə gənc oğlanlarda içkiyə meyil azalıb. Bunun səbəbi nədir? Alimlər qeyd edirlər ki, sosial şəbəkələrdə idman növlərinin və sağlam həyat tərzinin təbliği məhz bu nəticələrə gətirib çıxardıb. Sözsüz ki, bahalaşmanın da öz payı var. Müasir gənclərin, xüsusilə Z nəslinin əvvəlki nəsillərə nisbətən daha az spirtli içki istehlak etdikləri və bunun səbəbləri müzakirə olunub. Rusiyanın Səhiyyə Nazirliyinin tədqiqatlarına görə 15-17 yaşlı yeniyetmələr arasında alkoqol istehlakı son 25 ildə əhəmiyyətli dərəcədə azalıb. Oğlanlar arasında bu göstərici 2,2 dəfə, qızlar arasında isə 1,8-dir. Bu dəyişiklik sosial şəbəkələrin təsiri, sağlam həyat tərzinin yüksələn populyarlığı və dövlətlərin alkoqol istehlakına qarşı apardığı maarifləndirmə kampaniyalarının nəticəsidir. Sosial şəbəkələrin inkişafı ilə gənclər daha çox sağlam həyat tərzini təşviq edən məzmunlara rast gəlir. Blogerlər və məşhurlar idman, düzgün qidalanma və psixoloji sağlamlıq mövzularında məlumatlar paylaşaraq izləyicilərini bu istiqamətdə təşviq edirlər. Dövlətin spirtli içki istehlakına qarşı apardığı maarifləndirmə kampaniyaları da bu dəyişiklikdə mühüm rol oynayır. Məktəblərdə və ictimaiyyət arasında alkoqolun zərərləri barədə məlumatlandırma tədbirləri keçirilir. Qeyd edək ki, spirtli içki məhsullarının qiymətlərinin artması da istehlakı azaldan amillərdən biridir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaqdır. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.